Psixoloji seanslar haqqında doğru bilinən bəzi yanlışlar var. O andaca bütün narahatlıqlar bitəcək deyə düşünülür. Amma bildiyimiz kimi psixoterapiya nə sehirdir, nə də ilk seansda sürətli, köklü dəyişiklik yaradacaq qeyri-adi bir qüvvə. Psixoloq sənin yerinə qərar da vermir. O, səni bu problemi anlamağa və fərqli düşünmə tərzi qurmağa yönləndirir. Seansda danışmaq sadəcə söhbət etmək deyil. Bu, elmi əsaslı metodlarla düşüncələrin, inancların və davranışların işlənməsidir. Bir psixoloq məsləhət vermək üçün deyil, sənə öz cavablarını tapmağa şərait yaratmaq üçün var. Əgər sənə lazım olan özünün sağlam şəkildə qərar verməyindirsən. Çox kəskin səslənsə də, psixoloji seans səni ovutmaq üçün də deyil, səni oyandırmaq üçündür. Müvəqqəti sakitləşməyə bir çox zaman seanssız da bacarırıq. Təsəlli qısa müddətlik rahatlıq versə də, uzun müddətli perspektivdə vəziyyəti dəyişdirmir. Amma problemin qaynağını anlamaq dəyişimin başlanğıcıdır. Bəzən bu proses rahat olmur, bəzən ağrılı belə olur. Amma yaranı işləmədən onu sağaltmaq olmur. Yəni 2-3 cümlə ilə möcüzə olmur. Bu möcüzəni əzmlə, psixoloji metodlarla yaratmaq olur. Çünki beyin köhnə vərdişləri, düşüncə və davranış qəliblərini dəyişdirmək və yeni öyrənilənləri mənimsəmək üçün zamana ehtiyac duyur. Bütün bunlar mərhələli şəkildə formalaşır. Düşünün, sizdə illər ərzində formalaşmış mexanizm, psixoloji quruluş, problem bir anda necə yoxa çıxa bilər? Bunun üçün səbir və qərarlılıq lazımdır.